Hər vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə ikinci yarım ilin ilk mövzusu olan mexaniki dalğalar və onların növləri mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsinin tapşırıqlarına baxmış olacağıq. Amma dərsə başlamamışdan qabaq uşaqlar, yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir. Və ikinci yarım il sizin üçün bir fürsətdir uşaqlar. Qarşınıza bir hədəf qoyun və bu hədəfə doğru inamla addımlayın. Hər gün bu hədəfə çatmaq üçün müəyyən bir planlar tərtib edin və bu zaman həqiqətən də gələcəyinizi, gələcəkdəki sizi şəkilləndirmiş olacaqsınız. Odur ki, dərsimizə başlayaq. Amma bu dərsi uşaqlar siz yalnız özünüzə kopya hazırlamaq üçün yox, həqiqətən mövzunu dərk edərək öyrənmək üçün istifadə edin. Çünki gələcəyinizi yenə də deyirəm, özünüz formalaşdırırsınız, özünüz şəkillendirirsiniz. Və nədən, nə üçün istifadə etmək sizin əlinizdədir. Başlayaq dərsimizə. Uşaqlar, birinci hissədə deyir ki, öyrəndiklərinizi tətbiq edin və burada aşağıda bizə verib xassələr və bu xassələrin hansının uzunna dalğa və eninə dalğa olduğunu müəyyənləşdirməliyik. Deməli, biz mövzu izahında öyrənmişik ki, uzunna dalğa nədir və eninə dalğa nədir? Biz bilirik ki, uzunna dalğa zamanı nə olur? Qaydaq mövzuya. Uzunna dalğa zamanı, baxın burada, burada göstərdiyi kimi sıxlaşmalar və seyrələşmələr olur. Baxın, burada sıxlaşmalar var, burada isə seyrələşmələr var. Bu uzunna dalğanın yaranma şəkli, yəni mövcudluğudur. Amma digərlərinə baxaq indi. Baxın burada. Bu isə eninə dalğadır. Eninə dalğada necədir? Bəs eninə dalğada qabarıqlıqlar və çökəkliklər var. Baxın burada qabarıqlar var və çökəkliklər var. Buna deyirlər eninə dalğa. İndi baxın və bundan istifadə edərək sizinlə bu mövzunu izah edək. Burada deyir ki, mühitin zərrəciklərinin sıxlaşma və seyrələşməsi növbə ilə təkrarlanır. Bayaqları bizim əslində dediyimiz kimi, mühitin zərrəcikləri sıxlaşma və seyrələşmə varsa, bu əlbəttə ki, uzunluq dalğadır. İkincidə, mühit zərrəciklərinin qabarıq və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Qabarıqlıqlar və çökəkliklər varsa, buna deyirlər eninə dalğa. Üçüncüsü isə deyir ki, mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paraleldir. Uzunluq dalğalarda uşaqlar, mühitin zərrəcikləri rəqsin yayılmasına paraleldir, amma eninə dalğalarda isə bir-birinə perpendikulyardır. Və 5-ci sualda zərrəciklər mühitdə irəli-geri rəqsidir. Baxın, bayaqları dediyimiz kimi sıxlaşma və seyrələşmə varsa, bu irəli-geri rəqsdir. Amma qabarıq və çökəkliyi varsa, bu yuxarı-aşağıdır. Bax, 6-cısına da uyğun gəlmiş oldu. 7-cisində isə deyir ki, o bütün elastik mühitlərdə yayıla bilir. Biz öyrənmişik ki, mövzu izahından uzunluq dalğalar bütün elastik mühitlərdə yayıla bilir. Həm yəni havada, həm mayelərdə, həm də bərk cisimlərdə. Amma bərk cismi və mayenin səthində yayıla bilir, o yalnız aid olur eninə dalğalara. Bax, bu şəkildə xassələri biz həm uzuna, həm eninə dalğalar üçün müəyyənləşdirmiş olduq. Və növbəti suala baxaq. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci sualda bizdən soruşur ki, mexaniki dalğanın yaranması üçün hansı şərt ödənməlidir? Baxın, mexaniki dalğanın yaranması üçün mövzuda da göstərilib ki, orada mütləq və mütləq elastiki mühit olmalıdır. Yəni, D variantı. Və ikinci sualda deyir ki, mexaniki dalğanın yayılması prosesində nə baş verir? Mövzu izahında da yenə də açıq-aşkar orada müəyyənləşdirilmişdi. Tenis topu da var idi orada mövzu izahında. Fəaliyyət hissəsinə diqqət yetirərsiniz. Və o zaman müəyyənləşdirilmişdi ki, mexaniki dalğanın yayılması prosesində maddə daşınması baş vermir. Çünki maddə daşınması baş versəydi, tenis topu vannanın kənar hissəsinə doğru hərəkət etmiş olardı. Amma hərəkət etmədiyinə görə demək ki, maddə daşınması baş vermir. Bəli, orada yalnız enerji daşınması baş verir. Və üçüncü suala baxaq.
Mexaniki dalğanın hansı növü həm havada, həm də yer qabığında? Baxın uşaqlar, hava nədir? Hava qaz halındadır. Qaz halında. Yer qabığı isə bərk halındadır. Diqqət edin, biz demişdik ki, bütün elastik mühitlərdə, yəni bütün mühitlərdə yaranan qazlarda, mayelərdə və bərklərdə hansı dalğa idi? Uzununa dalğa. Ona görə yazırıq bura uzununa dalğalar. Deməli uşaqlar, biz bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxmış olduq. Belə, gələn dərsdə yenə də sizinlə görüşmək ümidi ilə. Növbəti mövzuların izahı üçün kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun uşaqlar.